Deməli, sualın məzmunu belədir ki, bir adam ticarət tacirdir, mal satır. Məsələn, malın qiyməti deyir ki, 5 manatdır. Bir nəfər gəlib ondan alanda deyir ki, mən sənə bunu 3 manata verəcəm, 2 manat da məndən sənə sədəqə olsun. Qardaş soruşur ki, belə bu şəkildə etmək Bəqərə surəsinin 264-cü ayəsində deyildiyi kimi əziyyət və yaxud da minnət sədəqədən sayılır. Və yaxud ümumiyyətlə problem varmı belə məsələdə? Təbii ki, qardaşlar, sədəqə məsələsi zəkat məsələsi kimi deyil. Sədəqə məsələsində tələb olunan odur ki, müsəlman bunu sir verməlidir, gizlin verməlidir. Nə qədər gizlin, nə qədər sirdə olsa, Allah qatında onun dəyəri o qədər çox olur. Necə ki, səhih hədisdə gəlmişdir, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, qiyamət günü ərşin kölgəsində 7 toplum insan olacaq. O toplumlardan biri də olacaq ki, sağ əli ilə sədəqə verəni sol əli bilməyəcək. Yəni, məsələ ondan gedir ki, çox gizli və sir sədəqə verəcəklər. Bu birinci tərəfdən. İkinci tərəfdən də sədəqə verəndə gərək adam qarşısındakına əziyyət verməyə və yaxud da onu utandırası bir şəkildə verməyə. Məsələn, bəzi adamlar var, görürsən, kasıb, bilir ki, sədəqə əhlidir. Bilir ki, bunun köməyə ehtiyacı var. Məsələn, gəlib deyirlər, ehtiyacın olsa, sədəqə lazım olsa gəlib mənə deyərsən, ha. Və yaxud da bir şey olsa, gəl mənə deyinə, mən sənə alaram bunu. Bu şəkildə bunların hamısı minnətdən sayılır. Bunların hamısı minnətdən, Allah qorusun, bəlkə də riyakarlıqdan sayılır. Ona görə insan sədəqə verəndə əsas o sədəqə verən adamı utandırmamalıdır. Elə adamlar var, məsələ, kiməsə sədəqə vermək istəyəndə gizlində vermək şansı var. Amma görürsən ki, cəmaatın qabağında dartışdırır, əlinin içinə nəsə qoyur, müəyyən hərəkətlər o adamı rəzil eləyir, o adamı zəlil eləyir. Bu da olmamalıdır. Təbii ki, kiminsə varlı, kiminsə kasıb olması Allah Azza və Cəllənin iradəsidir. O demək deyil ki, bir adam kasıbdırsa, onun da arvadı ola bilər, uşağı ola bilər, yanında tanışları ola bilər. Onların yanında onu alçaltmamaq lazımdır. Ona görə sədəqə verən adam hikmətli olmalıdır və eyni zamanda da ixlaslı olmalıdır. Həm hikmət, həm ixlas lazımdır sədəqə verən adamda. Bu şəkildə vermək, əgər o vermək, yəni ki, qardaşın soruşduğu şəkildə vermək, deməli, bu şəxsdən şəxsə fərqlidir. Tutaq ki, dükanda sadəcə ikinizsiniz və qardaşa deyirsən ki, qardaş, məsələ, heç kəs yoxdur, ortada utanası bir şey yoxdur. Qardaşa deyirsən ki, inşallah mən bunu belə verirəm, üstü də məndən sənə Allah üçün yardım olsun. Məndən sənə Allah üçün yardım olsun. Yəni, sədəqə demək şərt deyil və yaxud da mən bunu sədəqə verirəm. Deyirsən, Allah üçün bu da məndən sənə yardım olsun, qardaş. Yəni, elə bir formada deməkdən də deməyə fərq var. Elə bir formada deyirsən ki, həmin qardaşın ola bilsin qəlbi açıla, ola bilsin sevinə, amma ola bilsin elə formada deyə ki, o insan xəcalət çəkə. Deməli, məsələdən deyilməkdən və oradakı mühitdən asılıdır məsələ. Əgər cəmaat olmazsa, heç kəs olmazsa, demək qaydasında hikmət işlədərsə, problem yoxdur, sədəqə sayılır. Yoxsa cəmaatın qabağında deyərsə, o qardaş əzilərsə, utandırarsa və yaxud da buna bənzər şey olarsa, onda o zaman Allah-u aləm qardaş əziyyətdən sayılır bu. Allah-u aləm. İxlasla.com saytı tərəfindən təqdim olundu.